Yaxın Şərqə sülhün qayıtması üçün Vaşinqton yeni addımlar atır. Amerika Birləşmiş Ştatları və İsrail Həmasdan cavab gözləyir. Təl-Əvivin də razılaşdığı 20 maddəlik sülh planı masaya yatırılıb. Ağ Ev rəhbəri Donald Trump Qəzzada müharibəyə son qoyulması üçün razılaşmanın yaxın olduğunu deyib. Bu bizim qarşılaşdığımızdan fərqli bir Həmasdır. Çünki 20 mindən çox üzvü öldürülüb. Onların rəhbərliyi 3 dəfə zərərsizləşdirildi. Buna görə də siz həqiqətən son 4-5 il ərzində qarşılaşdığımızdan daha fərqli insanlarla üz-üzəsiz. Razılaşmanı rədd etsəz, Birləşmiş Ştatlar İsrailin Qəzzaya müdaxiləsini dəstəkləyəcək. Donald Trump'ın Qəzza ilə bağlı planının bəzi detalları məlum olub. Zolaq qoşunlar üçün təhlükə yaratmayan, terrordan azad olunan ərazi olacaq. Qəzzalıların xeyrinə uyğun olaraq bölgədə bərpa işləri aparılacaq. Əgər tərəflər bu təkliflə razılaşarsa, savaş dərhal dayandırılacaq. İsrail qüvvələri girovların azad edilməsinə hazırlaşmaq üçün razılaşdırılan xəttə çəkiləcək. Bu müddət ərzində bütün hərbi əməliyyatlar dayandırılacaq. Tam mərhələli şəkildə geri çəkilmə şərtləri yerinə yetirilənə qədər döyüş xəttləri dondurulacaq. 72 saat ərzində sağ və ölən bütün əsirlər geri qaytarılacaq. Təl-Əviv 250 ömürlük məhbusu və 7 oktyabr hadisəsindən sonra saxlanılan 1700 qəzzalını azad edəcək. Azad olunan hər bir İsrailli girov üçün Netanyahu kabineti 15 qəzzalının meyitini qaytaracaq. Silahlarını istifadədən çıxarmaq öhdəliyini götürən Hamas nümayəndələri isə əhv olunacaq. Qəzzanı tərk etmək istəyən qruplaşmanın üzvlərinin digər ölkələrə təhlükəsiz keçidi təmin olunacaq. Razılaşma əldə edildikdən sonra isə zolağa humanitar yardım göndəriləcək. Plan Həmasın qısa müddətdə bütün girovların azad olunmasını tələb eləyir. İsrail yüzlərlə Fələstinli məhbusu qaytaracaq. Qəzzada humanitar yardım su altında qalacaqdır. Lakin bu planda daha çox şey var. Həmasdan tərk silah edilməsi, mahiyyətcə təslim olması və siyasi səhnədən çıxması tələb olunacaq. Bunun əvəzində beynəlxalq səviyyədə yeni bir texnoloji qurum yaradılacaq. İndi bu layihənin çox uzun bir yolu var. Bir çox qeyri-müəyyənliklər var. Biz Qəzzada bütün zərərləri bərpa etmək üçün nəsillər olmasa da illər boyu davam edə biləcək uzun bir prosesdən danışırıq. Amma ilk dəfədir nəhayət kiçik bir ümid işığı var. Qəzza İctimai Xidmət və bələdiyyələrin gündəlik işini təmin etməkdən məsul olan Texnokratik Fələstin Komitəsinin müvəqqəti keçid idarəçiliyi altında idarə olunacaq. Bu komitəyə Böyük Britaniyanın sabiq baş naziri Tony Blair da daxil ediləcək. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump sülh şurasına rəhbərlik edəcək. Qurum Fələstin administrasiyası islahat proqramını tamamlayana qədər Qəzzanın yenidən inkişafı üçün çərçivəni müəyyənləşdirəcək və maliyyələşdirməni həyata keçirəcək. Zolağa müxtəlif investisiyalar yatırılacaq. İsrail Qəzzanı öz ərazisinə birləşdirməyəcək. Heç kim Qəzzanı tərk etməyə məcbur edilməyəcək. Həmas və digər fraksiyalar zolağın idarə olunmasında heç bir rola malik olmayacaq. Bütün hərbi və hücum infrastrukturu, o cümlədən tunellər və silah istehsalı obyektləri məhv ediləcək. Müstəqil müşahidəçilərin nəzarəti altında Qəzzanın demilitarizasiya prosesi olacaq. Bura silahların daimi olaraq istifadə edilməyəcək şəkildə yerləşdirilməsi daxildir. Həmas öz öhdəliklərinə sadiq qalmalıdır. Bölgədə beynəlxalq stabilləşdirmə qüvvələri yerləşdiriləcək. Onlar ərəb və beynəlxalq tərəfdaşlarla işləyəcəklər. Bu qüvvələr Fələstinli polislərə təlim keçəcəklər. Qüvvələr birgə şəkildə sərhəd bölgələrinin təhlükəsizliyinə nəzarət edəcək. Beynəlxalq birliyin hədəfinə Həmasın qoyulmaması üçün. Çünki açıq şəkildə bəyan olundu ki, əgər 3 gün ərzində bu baş verməyəcəksə, İsrail davam etdirəcək prosesi. Həmasın buna yox deməsi artıq bütün diqqətləri Həmas üzərinə yönəldəcək. Həmas da bunu kifayət qədər yaxşı başa düşdüyü üçün düşünürəm ki, müəyyən addımlar atacaq. Amma bu addımlar nə qədər yetərli olacaq? İsrail tərəfi bu addımları qəbul eləyəcəkmi, bütün girovların azad edilməməsi müqabilində? Bunu təbii ki, zaman göstərəcək, amma düşünürəm ki, Həmas məhz bəhanə verməmək üçün ilkin olaraq hansısa addımlar ata bilər. Qruplaşmanın nümayəndəsi Mahmud Mardavi layihənin daha çox İsrail lehinə olduğunu bildirib. Əgər Həmas təkliflə razılaşmasa, Təl-Əviv özü bu işi bitirəcək. Həmçinin Ağ Ev rəhbəri Donald Trump belə olan halda İsrailin zolaqdakı hərbi əməliyyatlarını dəstəkləyəcəyini deyib. Bir sıra ölkələr Trumpın irəli sürdüyü layihəni alqışlayıb. 8 ölkə Qəzzadakı əməliyyatların dayandırılması üçün əməkdaşlığa hazır olduğunu bəyan edib. Bu təkliflər toplusunu dəstəkləyənlər arasında Türkiyədə yer alıb. Prezident Rəcəb Tayyib Ərdoğan Amerikalı həmkarının səylərini təqdir etdiyini vurğulayıb. Bundan başqa Böyük Britaniya, İtaliya və Fransa da Trumpın planı ilə razılaşıb.